Reklamlar. Buyur 5 dakika boyunca özünü təriflə. Tato ustasıyam. Vururam, silirəm, deşirəm, piercing deşirəm. Ay. Adiyam. Ay can aşkım duymadım yaşıl gözlü prenses. Ay prens. Prens oluruq. Ne dedin? Hani ne elirsən? İşini təriflə də bax yoksa Əzizim, olmaz. bax, Buyur. girsinlər sayfamı baxsınlar. Tato vururam, tato silirəm, piercing eləyirəm. Ürən da nə istəyir? Üf, danış da işini təriflə. Allahın cezası. Bu ne kadar reklam eləməkdir. Təriflə buyur. Yani danış da evlere gelirsen 7-24 saat mı hansı evlere boyayla gelmeden, elirsən, salonu- hansı kaliteliyle boyanın adını de, neçə nömrəli iğnələ elirsən, elektrikli mi senin dövme makinen, kablolu mu, kablosuz mu? Hayat danışın da Allah'ın cezaları az pul verirler özlerini reklam eləmirlər, çıldıracağım. Yani- Danışın da özünüzü tərifləyin. Yani- Velizardan gelene 5% indirim, aya boyum 1,80 metre. Gelin kızlar, oğlanlar Yani- dövmeyim, aranızı Abi, istesen sen edin. diyorsun da. Danış da, Ya, danış. Ben mi iş vererem sen mi? Danış da danış. Abi İşini diyorum. sat bana. El özünü reklam ele ki insanlar desin boy gider biz buna dövmeliyiz. Buyur. Bax, yaxşı. Tato aparatım elektriklədir, qalındır, möhkəm vururam. Ha, boyum 1.70'dir. Amma belə deyim də, yəni Səməd Vurğun bir sözü var. Deyir, gəzməyə qəribə ökə, ölməyə riyan yaxşı. Bu indi işini tərifləmirsən ki sen özünü bildin. İşimi tarifli, işim çok qəşəngdir. İşimi girib səhifəyə görəcəklər olsun. Sənin özünə də bir dənə tato lazımdır amma. Mənə bak sen çok neçə saatdir Red Bull içirsən? Günə 5-6 dənə içirəm. Yok neçə saatdir deyirəm Red Bull içirsən? 19-20 santim içirəm. Ay Katya, Katya Allah'ın belası Katya seni.